Hər birinizi salamlayıram, dəyərli izləyicilərimi. Sizlərə elə bir evi təqdim edirəm ki, inanın Allaha, bu qiymətə belə ev çox çətin tapılır. Gəlin sizlərə ümumi proyekti mənzilimizin giriş hissəsindən təqdim edim. Baxın, evə daxil olduqda gözəl belə bir qonaq otağı bizi qarşılayır. Döşəmə hissəsi parketdir. Bunu da qeyd edim ki, təmir çox yüksək səviyyədə bahalı materiallarla aparılır və şəxsi tikili bir evdir. Qiymətində də nə az, nə çox 7.000 manat endirim olunub. Hal-hazırda, yəni bu ərazidə bu qiymətə ikinci, yəni belə təmirdə şəxsi tikili ev yoxdur. Döşəmə hissəsi parketdir. Evdə istifadə olunan bütün təmir tikinti materialları yaxşısından seçilib, dekorlardan istifadə olunub. Baxın, bu dekorların kənarı hamısı gizli işıqlarla bəzədilib. Eyni zamanda baxın, bu lepkalar hamısı əl işidir, yəni kapron deyil. Qapılarının ən aşağı qiyməti 600-700 manatdır. Şəxsi tikili evdir, bir sözlə desək. Ünvan olaraq harda yerləşir? Masazır qəsəbəsinin tam mərkəzi hissəsinə yaxın, Bravo marketə, Əliyağvali Deykanına yaxın, Masazır Cümə məscidinin tam yaxınlığında. Sözümə inanın, bu qiymətə bundan yaxşı 3 otaqlı ev konkret olaraq yoxdur. Ev 4 bir tərəfdən izolyasiya olunur. Baxın, burada evimizin mətbəx hissəsi yerləşir. Videonun əvvəlində təqdim etdiyim bahalı mətbəx mebeli yığılıb, tökmə mərmərdən istifadə olunub, mətbəx mebeli membrandan yığılıb. Yəni, adicə evin keyfiyyətini sizlərə, yəni belə izah etmək üçün qeyd edim ki, evdə bütün pəncərə kənarları mərmərdir. Domofon sisteminə kimi çəkilib. Sadəcə evdə hal-hazırda yaşayış yoxdur deyə ola bilər ki, kosmetik nəsə bəyənməlisiniz. Təbii ki, bu da təbii haldır. Bu qiymətə, yəni döşəməsi parket olan həyət evi tapmaq çox çətindir. Nadir hallarda tapılır. Burada evimizin yerləşir birinci yataq otağı, kiçik yataq otağıdır. Bu yataq otağının üstünlüyü nədir? Arxa həyətə keçməkdir. Diqqətlə baxsanız, mən sizə evimizin ön həyətini də təqdim edəcəm. Burada evimizin arxa həyətidir. Alt hissəsi zirzəmidir. Məkanla rahat şəkildə keçib baxmaq olur və keçək digər otaqlarla tanış olaq. Kombi xətti çəkilib hazır vəziyyətdədir. Hörmətli izləyicilərimiz, sənədimiz Kupçadır. Ünvan müqahilə qeyd edim. Masazır qəsəbəsində yerləşir. Baxın, adicə bunu qeyd edim ki, bu plintuslar var. Hamısı yəni taxtadandır, qapıya uyğun yığılır. Yəni burada ucuzlu materialdan istifadə olunmuyor. Ola bilər ki, aboyu bəyənməlisiniz. O da təbiidir. Yəni 300-500 min manat xərcləsəz, buranın təminini tam yeniləyə bilərsiniz. Sanuzeldə çox gözəl, yaxşı sanuzeldən istifadə olunur. Baxın, bura evimizin balkon hissəsidir ki, bağlanmış balkon hissəsidir və həyətyanı sahəsinə keçək. Həyətə vurulan, baxın, bu gördüyünüz döşəməyə vurulan qranitdir, bahalı qranitdən istifadə olunub. Yerdən kürsülü evdir, sənədi Kupçadır. Məhəmmədcə, evin fasadının ətraflı, baxın, bu hissədən çək. Evdə demək olar ki, arxada bir dənə böyük zirzəmi var və həyətin ön hissəsində 3 zirzəmiyə giriş qoyulub. Həyət aqlay daşdır, paket damdır, çerapitsa damdır, qoşadaşla tikilib, kəmər, fundament hamısı öz qaydasında. Uzaqdan pult ilə idarə olunan jalüz darvazası. Həqiqətən də çox super, çox möhtəşəm bir evdir. Qiymət 90.000 manatdan endirilib 83.000 manata. 83.000 manata hal-hazırda Masazır qəsəbəsində bu təmirdə, bu keyfiyyətdə, yola bu cürünə yaxın şəxsi konkret olaraq yoxdur. Padvalı da var, qupqurudur. Yəni padval izolyasiya olunub, 4 bir tərəfdən izolyasiya olunub. Çox gözəl, mükəmməl bir evdir. Eyni zamanda qeyd edim ki, baxın, həyətdə sağ və sol hissədə qaz xətti, işıq xətti, su xətti çəkilib. Həyətin ayrıca sanitar qovşağının kimi mövcuddur. Dəyərli izləyicilərimiz, əgər sizin də satışda mülkünüz varsa, tez satışı üçün bizə müraciət edə bilərsiniz. İzlədiyiniz üçün sağ olun, salamat qalın və bu ev satışda çox qalmayacaq. Tez gəlin.